Amma həsəd olan qəlb isə daima narahatdır. Daima o rahatsızlıq tapmayacaq. Hətta onu tərk eləməyənə qədər. Hətta həsəd etdiyi adamda həsəd etdiyi şey məhv olub getməyəcək, o ağrıyacaq. Necə alimlər buyurur və gətirəcək alimlərin sözlərindən. Və həmçinin Allah Subhanahu taala bunu həsədi kafirlərin sifətindən deyib. Ki o kafirlərin sifətidir. Allah Subhanahu taala buyurur ki: "Vəddə kəthirun min əhlil kitab yaruddunakum min ba'di imanikum kuffaran hasadan min indi anfusihim." Yəni kitab əhli, yəni kafirlər istədilər ki, siz dininizdən dönəsiz. Həsəd elədilər ona görə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həsəd elədilər. Niyə onlardan gəldi, bizdən gəlmədi? İblis həsəd elədi. Və küfrün əvvəli həsəddir. "Xalaqtani min nar və xalaqtahu min tin. Ana xayrun minhu. Xalaqtani min nar və xalaqtahu min tin." Mən ondan xeyirliyəm. Onu palçıqdan, məni isə oddan yarattın. İstəmədi. Həsəd elədi, paxıllıq elədi. Çünki Allah Subhanahu taala buyurdu ki: "Və laqad kərramna bani Adəm." Biz Adəm övladını hörmətləndirdik. Xoşuna gəlmədi iblisin. Allah Taala Adəm üçün böldüyündən razı olmadı. Ona görə səcdə eləmədi Adəmə. Ona görə alimlər buyurur ki, kimdə varsa xislət və o həsəddir, o iblisin xislətindən özündə cəm eləyib. Ona görə tövbə eləmək lazımdır. Allah Subhanahu taala və sığınmaq lazımdır həsəddən və həsəd olan qəlbdən, necə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, həmçinin Allah Subhanahu taala buyurur ki: "Və la tahasadu." Həsəd eləməyin. "Və la yaqtab ba'dukum ba'da." Bir-birinizin qeybətini eləməyin. "Ayuhibbu ahadukum an yakula lahma akhihi meytan fakarihtumu." Qardaşınızın ölü meyidini yemək istəyirsiniz, axı siz onu kərik görürsünüz, xoşlamırsınız. Kim meyid yemək istəyir? Heç kim. Heç kim qeybətini eləməməlidir. Həsədini eləməməlidir, paxıllığını eləməməlidir. Çünki bu dərddir. Bunu yalnız və yalnız insan Allah Taala'nın qədərinə iman eləməklə müalicə edə bilər. Həsədin müalicəsi nədir? Aptekdə yox, həkimlər də yox. Həsədin müalicəsi Allahın qədərinə, qəzasına, təqdirinə iman eləməkdir düzgün.